izah edirəm. Ederson platformasının təsis etdiyi və Şantememce'nin maliyyələşdirildiyi PHP proqram dərsləri davam edir. Demək olar ki, son dərsimizdəyik, texnik olaraq son dərsimizdəyik. Bu dərsimiz OPPD, obyekt yönlü proqramlama, Object Oriented Programming kimisindən bir çox təfərrüatı var, çox texniki məlumatlar var. Ancaq mən sizə bu dərsdə, belə deyim, YouTube kanalımda olan ümumi belə deyim də konsepsiyadan çıxmayacaq. Ən asan dildə, ən asan versiyada klasslar nədir, nə deyil, onu izah edəcəyik. Klasslar təməl klası başa düşməliyik birinci. Klass nədir? Klass hər hansı bir strukturdur. Struktur olaraq belə fikirləşməliyik. Məsəl üçün, deyək ki, bir maşın klası var. Həmin maşın klasının markası var, modeli var, deyək ki, modelləri var, nə bilim, gücü var, nə isə var da belə bu formada. Ya da bir sinif olaraq fikirləşək. Sinifin içində şagirdlər var. Hər bir şagirdin özəlliyi var. Biz sinifə klass deyirik, çünki oradakı hamı şagirddir. O sinifin içindəki fərdləri isə tələbələr unikdir. Hər bir insan dünyada bir dənədir. O insana isə biz obyekti deyirik. Sinif və obyekt məntiqi belədir. İndi isə birbaşa klası yaradaq. Elə birbaşa orayla meyvələr. Meyvələr klasını yaradaq. Bunu bura qədər yazaq. Deməli, meyvələr klasını yaratdım. Burada hər bir meyvənin adı var, qiyməti var. Ondan sonra construct metodu var. Bunu izah eləyirəm. Sonra da bu məlumatı çölə çıxartmağı izah edirəm. Gördüyünüz kimi normal dəyişən qeyd eləməkdən biraz fərqlidir. Adı qabağında public yazıb. Public nədir? Public odur ki, çöldən müraciət oluna bilir. Yəni mən buradan həmin meyvənin adını dəyişdirə bilərəm. Bu blokun çölündən. Bunun iki fərqli dövü daha var. Private. Protected. Private çöldən dəyişdirilə bilməyəndir. Özəldir. Bu klasın içinə özəldir. Protected də qorunan mənasında yenə eyni qaydada klass daxilindən, blok daxilindən dəyişəndir. Bəs yaxşı, bunları qeyd eləyəndən sonra çöldən necə dəyişiklik edirik? Bu dəyişiklik eləmək üçün bir dənə public funksiya düzəldirik. Həmin funksiyada çöldən gələn məlumatı yoxlayırıq, onu dəyişdirəni yoxlayırıq. Ona görə bu dəyişikliyə icazə verib verməyəcəyimizə qərar verə bilirik. Bunu silib. Bu dəqiqə əlimizdə private element yoxdur. Dedik, ad dəyişənimiz var, publicdir, hər kəs açıqdır. Qiymət dəyişənimiz var, bu da publicdir, hər kəs açıqdır. Construct metodumuz var. Bu metod, bu funksiya nədir? Metod nədir ümumiyyətlə? Construct metodu meyvələr klası yaradıldığı anda işə düşən funksiyadır. Meyvələri təyin eləmək istəyəndə birbaşa bu funksiya işə düşür. Bilavasitə. Əgər bu funksiyanın içi boş qoymağa çalışsan, xəta verir. Ondan sonra aşağıdakı funksiyaları istifadə eləyə bilirik. Construct'ın bir də bir neçə dənə qardaş oğlu var. Ən önəmlisi də distract'dır. Distract nə işə yarayır? Distract da bu construct yaradılanda distract da artıq kod axıra çatanda, yekunlaşanda işə düşən, belə deyim də, funksiyadır. Belə. Bu da burada məlumat kimi dursun. Dedik, construct metodumuz var. Bir obyekti yaratmaq üçün new operatordan istifadə olunur. Obyektin adı və daxildə construct metoduna gedən məlumatlar. Construct metodundakı elementlər olmasa da olar. Problem deyil. Meyvələr, armud,
bu qaydada qeyd edək. Gördüyünüz kimi meyvə 2, ikinci meyvə elementini qeyd elədim və buradan da belə bir dəyişkən elədim. Eko yazıram və meyvə 1 məlumat yazıram. Yenə meyvə 2 məlumat. Bir dənə də eko meyvə 1 ad, meyvə 2 ad. Bir də aşağıdan bunu davam elətdirirəm. Tamam. Məncə struktur olaraq bəsdir. Məlumat dediyimiz funksiyamız var. Bu funksiya bizə return eləyir daxildəki meyvənin adını. Buradakı this nədir? This klasın daxilində istifadə eləyəcəyimiz dəyişkənlər üçündür. Məsəl üçün içəri ad. Bu ad buradakı bu. Çöldən daxil elədiyimiz budur. Ancaq bu klasın içindəkidir. This ilə yazılanlar klasın içindəkidir. Onun üçün də burada içəri ad olur. Dəyişkən ad olaraq düzdür. Qiymət də eyni şəkildə this ilə yazılıbdır. Əgər mən burada bu this-i yazmasaydım, kodun iş prinsipinə baxaq. Ona görə bir reaksiya verərik. Buradayıq. Dərslər. Meyvə, alma qiyməti, meyvələr, armud qiyməti. Burada bir xətamız var, ona baxarıq. Burada bir xətamız var. Meyvə 1 qiyməti, meyvə 2 qiyməti. Niyə bu xətamız var? Çünki meyvə 1-in adını çağırırıq. İçəri ad olmalıdır. Elə bir dəyişənimiz yoxdur. Burada da eyni qaydada baxaq. Yenə olmadı. Niyə? Çünki səhv yazmışam. Baxdıq, düzəldi. Meyvə 1, alma qiyməti bu qədər kimisindən davam elədi. İndi əgər mən bu this-i yazmasam, bu mənə çöldən gələn dəyişən kimi qeyd olunur. Amma bu funksiyada çöldən gələn bir dəyişən yoxdur. O construct metodundadır. Nə oldu? Xəta. Gördünüz? Yəni bu this funksiya klasın daxilindəki elementlərə, funksiyalara, dəyişənlərə müraciət etmək üçün istifadə etdiyimiz bir şeydir. Bu qədər. Buradan klasın yaradılmağıdır. Əsas metodlarıdır. Bunları öyrəndik. Distract metodunu öyrəndik. Distract metoduna da bir dənə nümunə yazaq. Obyekt silindi yox. Bu ekoları. Bu ekonu buraya yazaq. Bunları silək. Bunları siləndən sonra əlimizdə qalır bir dənə distract metodu. Onun içində də meyvə 1 yox. Nə olmalıdır? This. Burası önəmlidir. Bunu 2 saat izah edirəm. Bunu qaçırmış oldunuzsa da heç bu videoya baxmamış hesab edin özünüzü. Gördüyünüz kimi bu H1 etiketinin içində yazılmadı. Niyə? Çünki səhifə bitdi, kod bitdi və bu ekrana yazıldı. Gördünüz? Kod bitdi və bu ekrana yazıldı. Məsələ budur. Bu şəkildə də distract metodunun istifadəsi var. Bundan sonra başqa metod, hansı metodlar var? Məsələn, to string deyə bir metod var. Burada public function. Belə olmamalıydı. Aha. Belə bir Thunder metodumuz daha var. Bu da kod işə düşməkdir.
budur. Kod işə düşürməkdən bir yerdə işə düşür. Bunları araşdırıb dokumentasiyada tapa bilərsiniz. Edersi.com'da bunun pulsuz dərsi var. Onun altında da bütün oxumalı olduğunuz, oxusaz yaxşı olacaq templatelər, şablonlar, fayllar olan yer edersi.com'dur. Orada ziyarət eləməyi unutmayın. Klassların ən sadə izahı budur. Çox qarışıq izaha ehtiyac varmı? Yoxdur. Çünki kod yazmaq kompleks bir şey deyil. Sadə bir şey deyil. Zamanla kompleksləşir. Gələn dərslərdə görüşmək üzrə. Bundan sonraki dərsdə bir veb-sayt yazırıq və o dərs çox maraqlı bir dərs olacaqdır deyə inanıram. Gələn dərsdə görüşmək üzrə.